Məni izləyən hər kəsə Allahın salamı olsun. Kanalıma xoş gəlmisiniz. Bu gün sizə çox dadlı, ləzzətli pərpətön bitkisinin necə turşusunu qururamsa, onu başa salacağam. Bilməyənlər üçün izləmədə qalın. İlk öncə deyim ki, kanalımı bəyənib abunə olmağı unutmayın. Hər kəsə xoş izləmələr. Yaxşıca yuyuram. Mütləq şəkildə 3 dəfə, 4 dəfə sudan keçirməyi, biraz suda saxlayın. Tam təmiz yuyulduqdan sonra, təbii ki, öncədən kök hissələrini kəsib atıram. Yuyulduqdan sonra süzəyə qoyacağam, süzülür. Burada isə məndən bir izləyicim soruşmuşdu, dəfnə yarpağı qış üçün nətər saxlayırıq. Bunu göstərim ki, yaşıl vaxtı dərisiz ağacdan və yaxud da alırsınız, yaxşıca yuyursunuz dəfələrlə, sonra sərin yerdə qoyub qurudursunuz, bax beləcə qalır. Həm qışda yeməklərə, həm də yayda turşulara istifadə etmək olur. Rəngi də gözəl yamyaşıl qalır, qaralmır. Sonra isə burada 2 baş sarımsaq göstərdim. Sarımsaq istifadə edəcəm, dəfnə yarpağı istifadə edəcəm. Özü çalışın belə tərələrimiz pərpətön belə şax olsun da, yəni bax belə qırılsın, tər olsun alarkən. Mən burada 10 dəstə almışdım. 10 dəstə pərpətönü 3 banka çıxacaq. Burada sarımsaqları təmizləmişəm. Hər bankaya 1 ədəd dəfnə yarpağı kifayətdir. 5-6 ədəd də sarımsaqdan istifadə edəcəm. İlk öncədən bankaları yaxşıca yuyub sterilizə edirəm. Sonra isə doğradığım pərpətönləri belə öncə sarımsağın, sonra pərpətönün bitkisin, dəfnə yarpağını qoyuram. Belə tam yaxşıca doldurun. Üzərini də belə artıq çıxsın ki, onsuz da isti su tökülən kimi əriyəcək o. Yəni içində az qalmasın sonra yatandan sonra. Belə yarım silə yemək qaşığı duz əlavə etdim. Üzərində də gördüyünüz 200 ml stəkanın 2 barmaq ölçüsündə üzüm sirkəsi əlavə etdim. Çox ehtiyac yoxdur. Üzərinə qaynar su əlavə edirəm. Yaxşıca bağlayıram. Və turşumuz hazırdır. Çox asan başa gəlir, amma çox dadlı olur, xırt-xırt olur. Çox dadlıdır. Məncə hər kəs bunun dadını sevər, mütləq sınayın. Həm də xeyri də çoxdur. Belə hazır oldu. Bir həftədən sonra açıb yemək olur. Mən ədətən qış üçün hazırlayıram. Yeməklərin yanında çox dadlı olur. İkinci bankanı belə hazırlayıram. Eyni ilə silə duz, göstərdiyim qədər də üzüm sirkəsi. Üzərində mütləq şəkildə qaynar su. Qapaqlar da yaxşı möhkəm bağlanır. Belə hazırdır. Qış üçün pərpətön turşumuz hazırdır. Rəngi də yamyaşıl qalır. Çox gözəl olur. İnşallah ki, siz də hazırlayarsınız. Kanalımı izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Göz haqqınızı halal edin. Hələlik sağ olun.